Bal vermək olar. Yaxşı. Deməli belə. Gəlin başlayaq. Uşaqlar, deməli bizdən nə istəyir? Loqaritma. Deməli, kök altda 3-cü dərəcədən AB-dir. Biz bunu AB-nin qüvvətində 3də 1 şəklində yaza bilərik. Yuxarıda A-nın qüvvətində nədir? 3də 2 vurulsun. B-nin qüvvətində mənfi 3də 4 var. Deməli belə. Uşaqlar, biz biraz uzun sürəcək. Yəni qorxmayın. Deməli, bu nədir qiymət olaraq? Bu hissəni başa düşmürəm. Niyə belə yazdınız? Necə? Bu hissəni niyə belə yazdınız ki? Quzu kök altda 3-cü dərəcədən AB üstü 3də 1 demək deyil. Bəli. Şurada mən bunu O yazmışam. kök altında olan ifadə əsasdır, o birisi yuxarı hissəsidir. Bəli, bu əsasdır, bu da onun dərəcəsidir. Elə bil bu kökün dərəcəsidir, bu da içərinin dərəcəsi. Bunu böl bu. Kökdən azad eləyəndə. Onu demirdim. Ümumi misalda var ya, 3-cü dərəcədən AB üstündə ifadə var ya. Hə. Onu deyirdim ki, Bəli, bu aşağıda əsasdır, yuxarı əsasdır bu. Yuxarı əsasın qiymətidir. Yaxşı? Bəli. Bizə də A əsasından B-nin qiymətini 5də 1 verib, onda B əsasından A da 5-dir. Nəysə, gəlin gedək bunu açmağa. Sadələşdirib yığcam formaya salıb qiyməti yerinə qoyasıyıq. Uşaqlar, vurma bilirsiniz ki, toplama deməkdir. Yəni mən bunu yazıram. Loqaritma AB-nin qüvvətində 3də 1 əsasdan A üstü 3də 2 üstə gəl loqaritma AB əsasından 3də 1-in qüvvətində B üstü mənfi 3də 4. Uşaqlar, yuxarı əsasın qüvvətini önə vururam. Bu olur 3də 2 loqaritma AB-nin qüvvətində 3də 1. Bundan işim yoxdur. Qüvvətdə A. Üstə gəl. Normalda üstə gəl yazmalıyam. Amma bu mənfi 3də 4 qabağa keçdiyinə görə bu minus olur. Minus 3də 4 loqaritma. Deməli, AB-nin qüvvətində 3də 1 B. Uşaqlar, bundan sonra isə, indi diqqətlə qulaq asın, biz nə edəsiyik? Aşağı əsasda vurma şəklindədir da, aşağı əsasda vurma şəklindədir. Gəlin bunu tərsə çevirək. Yəni yazaq ki, 3də 2-nin qüvvətində 3də 2 vurulsun, 1 bölünsün, loqaritma A əsasından AB-nin qüvvətində 3də 1 tərsə çevirdim. Tərsə çevirəndə əsaslar yerini dəyişirdi, elə deyilmi? Sadəcə 1 böl variantına düşür. Çıxılsın, 3də 4 qabaqdadır, yenə də vurulsun. Deməli, nə olacaq? Yenə bunu da tərsə çevirirəm. 1 bölünsün loqaritma B əsasdan AB-nin qüvvətində 3də 1. Hesab prosesi biraz uzun çəkəcək. Səbirli olaq. Bərabərdir. 3də 2-ni vururam. Uşaqlar, yenə indi burada vurma toplama deməkdir də. 1 bölünsün loqaritma A əsasdan A üstü 3də 1. Üstə gəl loqaritma A əsasdan B üstü 3də 1. O 3də 1 hər iki qüvvətə aiddir də, bilirsiniz ki. Çıxılsın 3də 4-ün qüvvətində 1 bölünsün loqaritma B əsasdan A, bircə dəqiqə qələm söndü. B əsasdan A-nın qüvvətində 3də 1. Üstə gəl loqaritma B əsasdan B üstü 3də 1. Uşaqlar, bundan sonra gedirik nə etməyə? Eyni əsasdan eyni əsas 1-dir, bilirsiniz ki. Yəni bu olur 1 bölünsün. Eyni əsasdan eyni əsas 1-dir. Bu 3də 1 də qabağa vurulur axı. 3də 1 vur 1, 3də 1 eləyir. Üstə gəl. Bu 3də 1 də qabağa keçir. Olur 3də 1 loqaritma A əsasdan B. Çıxılsın. 3də 4. 1 bölünsün. Bu 3də 1 yenə qabağa vurulur. Olur 3də 1 loqaritma B əsasdan A.
B əsasdan B burada 1-dir. 3də 1 qabağa vurulur. Всё. Uşaqlar, əslində bitdi. Bizə də yuxarıda şərtdə nəyi veribdir? Denə gəlin yuxarıdakı şərtə baxaq. Yuxarıdakı şərtdə bizə loqaritma A əsasdan B-nin qiymətin 5 üstü -1 verib. Yəni 1/5. Onda belə çıxır ki, loqaritma B əsasdan A isə bunun tərsidir. Yəni 5-dir. Gətirib yerinə qoyub hesablayacağam. Bitdi. Sadəcə xırdalaya getdikdə biraz iş uzuyur. Deməli, bərabərdir. 3də 2 qabaqdadır. Bundan işim yoxdur. 1 bölünsün. 3də 1 qabaqdadır. İşim yoxdur. 3də 1 vurulsun. A əsasdan B-nin qiyməti nə idi? Deyin. 5'te 1. 5də 1. Yox. Yerinə yazıram. Vurulsun 5də 1. Çıxılsın. 3də 4-ün qüvvətində. 3də 4 vurulsun. 1 bölünsün. B əsasdan A nə idi? 5. 5. 5. Üstə gəl. 3də 1. Bundan sonrası ücre hesabdır. Da gedib hesablayıb nə alınsa cavabdır deyəsik. Deməli belə. Gedək hesablamağa. 3də 2 qabaqdadır. Bundan işim yoxdur. Vurulsun. Məxrəcdə 3də 1-i 3də 5-ə vuranda, gəlin bunu silim elə birbaşa yerində yazım. 15də 1-dəyə. 15də 1-dəyə. 3də 1 ilə 15də 1-i toplayanda bunu 5-ə vuraram, sürəti də vuraram. Bu eləyəcək 15də 6. Çıxılsın. 3də 4 vurulsun. Həmin prosesi burada da davam etdirsəm, 3də 1-i 5-ə vuranda 3də 5 eləyəcək. Silib yerinə 3də 5 yazıram. 3də 5. 3də 5 üstə 3də 1 gələndə 3də 6 eləyir. 3də 6 da 2 deməkdir də, elə deyilmi? Всё. Getdik bunu hesablamağa. Uşaqlar, 1-i 15-də 6-ya böləndə bölmə vurmaya çevrilir, kəsir tərsə çevrilir, 6-da 15 olur. İndi bu boyda həngamənin görün cavabı nə olacaq? 2 ilə 6 ixtisar gedir, burada 3 qalır. 3 ilə 15 ixtisar gedir, burada 5 qalır. 3də 5 çıxılsın. 2 ilə bu ixtisar gedir, qalır 3də 2. 3də 5-dən də 3də 2 çıxanda 3də 3 qalır. Cavabda 1 var. Denə baxaq. Bəli var. Yəni sizcə bu qədər hesablamağa dəyər yoxsa bir atmağa? Bir tane bir içine. Bəli qızım. Bloka bile bir sual düşebilir. Blok sualı ola bilər. Yəni onu deyə bilmərəm. Buraxılışa yox, amma bloka bəli. Buraxılışa ən rahat suallar düşür. Valla bloka bu düşse ben deli olurum. Cevabı bir çıktı. Cavabı məncə elə bir atım bəsiniz. Onsuz bunu yazana qədər səhv eləyən gözünə salacaq. 3'te 1 hardan Benim geldi? elediğim buydu. 2də 1 hardan əmələ gəldi qızım? Bəli. Bax, burada 3də 5-in üstünə 3də 1 gələndə 3də 6 eləyir. 3də 6 da 12 değil. Bəli, 2 eləyir. Yəni sürətində 1 var axı, 1/2. Aşağıda 3də 6 eləyir. 3də 6 Hə. 1/2. Elə bil 1/3də 6. Yaxşı. Bəli. Yaxşı, bunun video qeydi var. Əlbəttə ki, bunu izləyərsiniz. Bunun izahı ilə dərs bitdi. Gedək növbəti suala baxaq. Deməli belə. Amma qəbul üçün sualdır ha, biləsiniz. Deməli belə. Gəlin baxaq növbəti suala. Məncə 64-də də baxmağın bir mənası yoxdur. Cavab yəqin ki 0 falan çıxar burada da. 0-dır uşaqlar. Denə baxın arxada görün cavabı. Normalda hesablamalısınız ha, yazarsınız bunu evdə mütləq sınır. Bəli, 0. Hə, yəni görürsüz də uşaqlar, həmişə deyirəm, mürəkkəb görünən nə varsa ən sadə cavab ondadır. Sadəcə yol biraz qarmaşıq ola bilər. Ardıcıllığa riayət eləsəz əlbəttə ki doğru alacaqsınız. Hesab prosesini unutmayın. Gəlin keçid edək 67 nömrəli suala. 67 nömrəli sual. Nurcan qulaq asırsan qızım, buradasan. Bəli. Tamam, görüm gələn kimdir?
Əli bəy, xoş gəlmisiniz. Salam aleyküm. Aleyküm salam, xoş gördüm səni. Uşaqlar, gəlin başlayaq, davam eləyək. Baxın, burada loqaritmanın bu hissəsinə fikir verin, əsasına. Bir dənə buranı sadələşdirirəm, sarı rəngdə olan hissəni. Bu kök hətta 5-ci dərəcədən 5-in qüvvətində 25-də 1-dir. Deməli, Əsma qızım, bax bunu kökdən azad eləyəndə 5-in qüvvətində 5-də 1 yazmırıq quzu. Bəli. Bunun da qüvvətində 25-də 1 var. Qüvvət üstü qüvvət olanda qüvvətlər bir-birinə nə olur? Vurulur. Vurulur. 125-də 1. Uşaqlar 125-də 5, 125-də 1 elə belə də saxlayaq. Gətirib burada yazaq yerinə. Deməli 2 loqaritma 5 əsasdan loqaritma 5 əsasdan 5 üstü 125-də 1. Sonrasını heç köçürdürəm, amma hələ ki ondan işim yoxdur. 27-nin qüvvətində 1 bölünsün. 3 loqaritma 16 əsasdan 9. Bundan elə işim yoxdur. Bura gələcəm. Uşaqlar, burada eyni əsasdan eyni əsas 1-dir, amma bu əmsala vurulur, bura düşürür. Bizim misalımız 2 loqaritma 5 əsasdan 125-də 1 olur. Üstəgəl misalın davamında, 125'te bir de mənfi 3'tü de 5'in üstü. Aysal 125'də 1-də 5 üstü mənfi 3'dür da, bilirsiniz. 125'də 1 5'in kubudur. 1 böl variantında olduğuna görə mənfi qüvvət deməkdir. Yəni 5 üstü mənfi 3. Bu mənfi 3 də yenə əmsala vurulur. Eyni əsasdan eyni əsas 1'dir. Yəni bunun cavabını biz mənfi 3 tapdıq. Silib yerinə birbaşa mənfi 3 yazırıq. Bu mənfi 3'dür. Bir dənə bu hissəni gedirik indi hesablamağa. Fikir verin, bu hissəni hesablayasıyıq indi. Uşaqlar, burada birinci neydəsiyik? Deməli, mənfi 3 üstəgəl 27 qalıb yerində. 27-nin qüvvətində 3'də 1 var. Ədəd hissə, bu da qalıb qüvvətində. Vurulsun. 1 bölünsün. Deməli. Baxın, bu 1 bölünsün loqaritma 16 əsasdan 9. Tərsə çevirsəz, loqaritma 9 əsasdan 16 demək deyil. Sadəcə ədəd hissəsini Aysu qabaqda saxlayırsan 3'də 1. Ondan işin yoxdur. Deməli belə, 9 3'ün kvadratıdır. Mənfi 3 üstəgəl 27'nin qüvvətində 3'də 1 vurulsun. 9 3'ün kvadratıdır. 16'da 2 üstü 4'dür. İndi 4 qabağa vurulur. 2 isə qabağa tərsi kimi vurulur. Bizim misalımız mənfi 3 üstəgəl 27'nin qüvvətində 3'də 1 vurulsun, 4 vurulsun, 2'də 1, loqaritma 3 əsasdan 2 olur. Misalın son halı budur. Burada 4 ilə 2 ixtisar gedir və bizim misalımız mənfi 3'ün üstəgəl 27'nin qüvvətində 3'də 2 vurulsun, loqaritma 3 əsasdan 2 kimi qalır. İndi yer dəyişmə qanunu. Ən aşağıdakı ilə ən yuxarıdakı ilə yerini dəyişirəm. Və mənim misalım mənfi 3 üstəgəl 2'nin qüvvətində 3'də 2 loqaritma 3 əsasdan 27 olur. 27 də 3'ün kubudur. Razılaşırıq. Problemimiz yoxdur ki. Nəyisə tutmasaz və ya mən sürətdə desəm birdən deyin. Deməli uşaqlar, kub qabağa vurulacaq yenə. Eyni əsasdan eyni əsas 1'dir. Mənfi 3 üstəgəl 2 qüvvətində 3'də 2 vurulsun 3. Bu 3'lər gedir. Yəni mənfi 3 üstəgəl 2'nin kvadratı. Yenə cavab 1'dir. Müəllimə, siz yuxarıda yazmışsınız ki, loqaritma 3 əsasında 2, sonra altda yazmışsınız loqaritma 3 əsasında 3 kubda. Quzusu, yer dəyişmə qanununa görə bura ilə bura yerin dəyişir. Yəni 2 aşağı düşür, 27 qalxır bura. Bəs 27 də 3'ün kubudur axı. Ona görə elə yazmışam. Başa düşdü? Uşaqlar, belə suallarda ətirsiz. Cavabda bir yoxdur müəllim. Niyə yoxdur? Bircə dəqiqə. Müəllim, Onda orada biz hesablayaq. deyik 2 loqaritma 5 əsasında 5 üstü Sonra mənfi. qabağında 2 var idi. Onu da Mənfi 2'ye vurmalı. vurmadı. Düzdür. Bir dənə qabağında bunun ikisi var idi. Biz bu 2'yə vurmamışıq. Bu Bəli. mənfi 3'ü. Hə, bu mənfi 3'ü bir Elə dənə 2'yə gördüm müəllim, vurmamışıq. qutarasız elə deyə. Hə, yaxşı eləmisiniz. Uşaqlar başa düşdük. Deməli bunu bir dənə 2'yə vururuq. 2'ni orada unutmuşuq.
Mənfi 3-ü 2-yə vuranda mənfi 6. Bəs mənfi 6-nın üstünə də 4 gələndə mənfi 2 eləmir. Cavabdır. Yaxşı, başa düşdük. Bir də o 2-ni unutmuşuq bayaq hesablayanda. Bitti. Razılaşdıq. Silim. 1 olmayanda da 2 atırıq bundan sonra. Deməli belə. Bunu silirəm. Gəlin davam eləyək. Gülay, başa düşürsən qızım, yoxsa yox? Çətindir. Bəli, çətindir. Çətinlik alanda asan deyil. Sizə ona görə deyirəm, çətinə hazırlaşın ki, asan düşəndə biraz sevinəsiniz ki, ay Allah, bu qədər çətin hazırlaşdım, gəl mənə nə düşdü. Neysə. 27 nəyin qüvvətidir? Deyin görək. 3 üstü 3. Üçün kubu. Loqaritma. Deməli, 3 əsasdan 3-ün kubu. Üstə gəl. Bilirəm. Get gözün görməsin səni. Deməli, Çox. sən. Uşaqlar, aşağıdakı 2-də 1-dir. 32-də 1 də 2-də 1-i neçə dəfə özünə vuranda alınır? 5 dəfə. 5 dəfə. Çıxılsın. Burada da yer dəyişmə qanunu. 4-ün qüvvətində 2 loqaritma 9 əsasdan 9. Burada 3 qabağa vurulur. Eyni əsasdan eyni əsas 1-dir. 5 qabağa vurulur. Eyni əsasdan eyni əsas 1-dir. Eyni əsasdan eyni əsas 1-dir. 4-ün kvadratı da 16. 8-dən 16 çıxanda mənfi 8 qalır. Razılaşdıq uşaqlar. Başa düşdük Jaləm, Əsma, Rəqsanə. Başa düşürük? Aydındır hər birinizə. Müəllim, bayaqdan bir qız sizə söz demək istəyir. Əlim falan kamerada belə qaldırır. Hə, Aynur de. De fındıq. Aynur. Aynen, olar mən çıxım. Nə oldu? Çıxmaq istədin? Bəs axıra qədər qaldın. Az bir kameranı seni görək sonra. Mən istəsiz axıra qədər qalın da. Yəni mən üçün fərq yoxdur. Yox quzusu, get. Bayaqdan dərsdə. Get. Aha, yaxşı, mənimlə sağ olun. Sən də sağ ol. Uşaqlar, 70 nömrəli sualda eynisidir. Ay, bu nədir? Hə, 70 də eynisidir. İndi bunu özünüz daha yazarsınız. Vaxtımız getməsin. Gəlin keçək. Amma özünüz yazarsınız demək, bu yazmazsız mənasına gəlmir. Kefin istəyəndə yazarsan və yazmazsan mənasına gəlmir. Bilirsiniz də bizim bəddualarımızı. Yəni ona görə ağlınızı başınıza toplayın. Qeyd edin, 70-i yazarsınız. Deməli, uşaqlar, 73 tip buraxılış sualı da ola bilər. İmtahana düşür belə suallar. 23-cü ildə idi ya da 24-cü ildə düşmüşdü belə bir sual. Deməli belə, deyir ki, sizə vermişəm LG2-nin qiymətini, daha sonra LG7-nin qiymətini. Amma sizdən loqaritma 5 əsasdan 14-ü soruşuram. Uşaqlar, bizə verdiyi LG-lər 10 əsasdan deyil. Əsası dəyişirik müəllim. Ay, sağ ol. Bu bizə loqaritm, ay yaşa, aferin sənə. 5 əsasdan 14-ü, gəl əsasını 10-a gətirək. Yəni, biz bunu yaza bilərikmi? LG 14 böl LG 5 olar. Getdik. Yuxarıdakı 14-ə baxarsınız, 2 vur 7 kimi. Olar LG 2, vurma toplamadır da. Olar LG 7. Aşağıdakı 5-ə də baxa bilərsiniz 10 böl 2 kimi. Yəni elə bil LG 10 çıxılsın LG 2. Niyə belə deyirəm Elvanə? Çünki LG 5-in qiymətini bilmirik, amma 2-nin qiymətini bilirik. 10 böl 2 yazsam 5 eləyir də. Buradan LG 2-nin qiymətini yerinə qoya bilərik. Uşaqlar, LG 2-miz A-dır, LG 7-miz B-dir, LG 10-umuz 1-dir, LG 2-miz A-dır və bu da cavabdır. Yaxşı? Başa düşün. Müəllim, De qızım. mən vardım müəllim. Loqaritmanın 5 əsasdan 14-ü niyə bu şəkildə yazdıq? Quzum, dedim ki, verdiyi ilə istədiyi arasında əlaqə olmalıdır. Sənə 5 əsasdan 14 istəyir. Amma sənə 10 əsası verib. LG 10 əsas deyil. LG loqaritma 10 əsas deyil. Bəli. Verdiyi ilə istədiyi arasında əlaqə olmalıdır. Onda məndən 5 əsasdan 14-ü soruşursa, mən bunu yazıram 10 əsasdan 14
böl 10 əsasdan 5. Yəni elgi 14 böl elgi 5. Başa düşürsən? Ben Bir əsasdan digər əsasa keçmə qanunu. Yazın 72-ni. Cavab var da yəqin ki belə. Hə, bəli. Deməli, yazın 72-ni. Gözləyirəm. Müəllimə görmüsüz, imtahan 15 dəqiqə əlavə salıblar. Nə ediblər qızım? Yəni imtahan indi 3 saat 10 deyil, 3 saat 15 dəqiqə olacaq. Olması lazım olan elə o idi. Bəli. Niyə dəqiqliyə ki? Bizə yenə də kar eləmirik. O da Çünki- etkidir də. Bu da ingilis dilindən 100 sözdən ibarət cümlə işlədəcəklər ona görə. Müəllim 15 dəqiqə də qane eləmirik vallahi bizə. Yox, əslində belə baxanda düz deyirsiniz. Əlavə yarım saat kodlaşdırma üçün xüsusi vaxt verilməlidir. 3 saat, çünki hər saat 1 saat, çünki sizin taleyiniz müəyyənləşir o imtahanda. Yəni bu baxımdan ki, bu ciddiyə alınası bir şeydir. Müəllimə, biz çox yazırıq. Məsələn, Azərbaycan dilindən də yazırıq. 3 saat 15 dəqiqə yazacağıq. Amma problem orada ingilis saata yazacaq. 100 söz deyirsən, məsələn, mən boş qoyacağam. Hə, siz rus dili gedirsiniz, amma imtahanı ingilisdən verəsiniz. Mənim söz Bəli. Bəli, Demihri. Bir tərəfdən şans verir. İngilistəkilərin üstündən deyim. İndi biz məsələn rus dili olaraq verəcəyik və sonradan biz ingilis dili imtahanı verəcəyik. də. İndi biz imtahana yaxın ingilis dili sənədini seçəcəyik. Onda bizə axı burada dırnaq arası deyirlər ki, ingilis dilinə görə, yəni xarici dilə görə 15 dəqiqə verdilər də. İndi bizim ikinci səfər ingilis dili verəndə bizə 15 dəqiqə əlavə verəcəklər. İndi belə bir şey var ki, fikrimcə xeyr, ona verməzlər 15 dəqiqə əlavə. çox ədalətsizlik. Bu ancaq ingilisine ait, yoxsa Rus dilinə də aiddir bu? Rusa da aiddir, eyni şey deyil. Xarici dildə esse, rus dilində də yoxdur esse yazmaq. Var. Deməli, zaten ingilis dilinə görə yalandan deyirlər də xarici dilə görə həm o riyaziyyatı çətinləşdirəcəklər, həm Azərbaycan dili. Yəni söz olaraq ingilis dili ortalıqda gedir. Yəni bunu dayandırım. Deməli belə. Uşaqlar, bunu silirəm. Keçək növbəti suala. Hə, 72-ni tapdınız, vermişdim sizə. ben çok bilmedim yani onu. Elgi Yevalem. kimi, nə vur, nə kimi yazıla bilər? Ben de Ay, sağ ol. Vurma nə deməkdir? toplama. Toplama. Bu nə son duymuş ki? 4 üstəgəl elgi 5. 4 2-nin kvadratıdır. Kvadrat qabağa keçəcək. Quzu, elgi 2-ni A verib, elgi 5-i də B verib də ağıllı 2 üstəgəl B. Yaxşı? Ben bazen yazıram. Birden her şey yazdım. Çıka görmüyorum yazdım. Sokratın bir dənə sözü var idi. Bir dənə onu bilirəm ki, heç nə bilmirəm. Hər şeyi unudursunuz. Diqqətli olun. 77 nömrəli sual. 77 nömrəli sualla gəlin davam eləyək. Bizə nə deyir burada? Elgi B bölünsün elgi A. Uşaqlar, elgi B böl elgi A. Bəyəm elgi A əsasdan B demək deyil. Bir əsasdan digər əsasa keçmə qaydasına əsasən yazılıb da bu. Razısınız? Amma bircə dəqiqə elgi olmasa bu loqaritma olar. Loqaritma A əsasdan B. Yaxşı? Razılaşdınız bununla? Deməli, üstəgəl 2 qalıb qabaqda işim yoxdur. 1 bölünsün B əsasdan A-nı, birbaşa A əsasdan B yaza bilərəm də. Çıxılsın. 3 də qabağa keçir. Loqaritma A əsasdan B. Qutardı ki. Deməli, bir dənə loqaritmanın üstünə 2 dənə gələndə eləyir 3 dənə. Həmin o 3 dənədən də bu 3 dənənin çıxanda 0. Başa düşdünüz? Varlıq kimi toplayın. Bir dənə üstə gəl 2 dənə 3 dənə, 3 dənədən də 3 dənə çıxanda 0. Cavab A bəndi. Başa düşürük? Əli, başa düşürük? Uşaqlar, aydındır? Ben Tamam. Bunu silirəm. Aktiv olun, aktiv olun. İndi bilirəm suallarınız biraz sizi düşündürür, beyninizi yandırır, amma yaxşı eləyir, beyninizi işlədin. Deməli belə, 78 nömrəli sual. Eynisidir. Yazın görüm. Gözləyirəm. Ay müəllim, gözləməyib nağıracaqsınız. Neyse, yaxşı dadaysınız. Tapdım. Yaxşı.
Əcəb yoxdur. Yəqin interneti gedib, yoxsa o belə eləməzdi. Mənim oralarda da külək əsir yoxsa? Ola bilər. Mən də rayondayam hal-hazırda. Bəs burada hava yaxşı deyil də, ciddi mənada. Çöldə külək var. Bizdə ki orada bir geçən gün çıxmışdı. İndi bura uçur. Elə deyil. Müəllim 90-a qədər olan hissəsinə baxacaq, yoxsa oradan sonrasına? Bəli, 90-a qədər. Gəndə zaman bitirərik də. Müəllimə bir yax söndürmüşdünüz, nədir adı? Yandırmışam qızım. Hə, tamam. Amma baxın. Deyəndə ki, söndürəcəm, bir də söz deyəcəm. Hələ bildim ki, bütün nazirliyi silənəcəksiniz. İmtihan alıydı. Mən də həyəcanla gözləyirdim eyni düşüncədə. Mən də bildim ki, bir də imtihanı cavablar hamısı olacaq. Ay sizi. Amma belə bir şey var ki, nə tapdınız deyin görə 78-də? Yazı bilmədim adımı. Niyə? A bəli. Hemen ikinci tərəfi sadələşdirdim. Sonuncu üçüncüsünü sadələşdirdim. Də E yazmışam. Y bəndi böyük ehtimalla Y olacaq. Baxın burada 3 qalır qabaqda. 1 bölünsün loqaritma A əsasdan B-yə, loqaritma B əsasdan A gözündə baxırıq. Çıxılsın. 2 logaritma bir əsasdan A. Sal 2 loqaritma B əsasdan A. Bayaqlarda dedim ki, biz bunu yaza bilərik ki, loqaritma B əsasdan A şəklində. Çünki bunların aşağı əsasları eynidir. Bu bir əsasdan digər əsasa keçmə qayda qanununa əsasən yazılıb da. Bu demək olar ki, yəni bu baxımdan ki, elə bilin ki, burada 3-lər ixtisar gedir, B əsasdan A qalır. Deməli belə, 3 dənədən 2 dənə çıxanda qalır 1 dənə, o 1 dənədən də 1 dənə çıxanda qalır 0 dənə. Yaxşı? Düz tapanlar, aferin sizə. Silin bunu. Bəli. Koronavirus vaxtında bizim bir müəllimimiz var idi. Bəs Lənkərandan idi. Bir növ onu şeytanlamışdılar da, belə deyim. Hansı ki dərs keçirdi deyə. Amma o əyani keçirdi də. Əyani problem idi də, bilirsiniz o vaxtı keçmək olmazdı. Hamı zəngdən gedirdi. O bu müəllimlər yəni bu baxımdan ehtiyat eləyirlər. Deməli belə, uşaqlar, indi gəlin 81 nömrəli sualımıza baxaq. Birinci hesab prosesini burada aparaq. Görürsünüz, bir dəfə minusu, bir dəfə pilosu. Yəni kökün içində A minus B, A plus B qaydasıdır. Yəni birincinin kvadratı çıxılsın, ikincinin kvadratı. Deməli, bərabərdir. Kök altında 3-ün kvadratı eləyir 9. 2 kök altda 2-nin kvadratı isə 4 vur 2, yəni 8 eləyir. 9-dan da 8 çıxanda 1, kök altda 1-dən də cavabı yenə də 1 eləyir. Yəni bu hissənin cavabı 1-ə bərabərdir. İndi gedək bu hissəni hesablamağa. Bunu silirəm, gəlin gedək. Deməli uşaqlar, loqaritma 3 əsasdan, kök altda 3-cü dərəcədən, kök altda 3-cü dərəcədən 3. Bir dənə bu hissəni kökdən azad eləməyimiz lazımdır. Uşaqlar, kökün içində kök yazılanda biz bu kökləri birləşdiririk də, elə deyilmi? Yəni olur loqaritma 3 əsasdan, kök altda 9-cu dərəcədən 3. Niyə 9-cu dərəcədən? Aylin. Çünki kökün içində kök olanda köklərin dərəcələri bir-birinə vurulur. Yəni 9-cu əsasdan 3 olur. Yəni bu 9-cu əsasdan 3-ü də Elvanə 3 üstü 9-da 1 şəklində yaza bilərəm elə. 9-da 1. Bu 9-da 1 əmsala vurulur. Eyni əsasdan eyni əsas 1-dir. Bərabərdir. Uşaqlar, 9-da 1 nəyin qüvvətidir? 3 üstü mənfi 2. Sağ olun. 3-ün kvadratı, amma mənfi kvadratı. Yəni 3 üstü mənfi 2. Mənfi 2 qabağa keçir. Eyni əsasdan eyni əsas 1-dir. Yəni bunun cavabı mənfi 2 elədi. O biri də 1 idi də. Aradakı münasibətdə çıxmadı deyə mənfi 2-dən 1 çıxanda, cavab mənfi 3 qalacaq və bu da cavabdır. Yaxşı? Silin bunu. Müəllimə istəyirəm. Niyə qızım? Hara gedirsən? Mən bura kimi yazmışdım da elə. 90-a qədər izahına bax, 90-dan sonraya baxmayacağım. Bir neçə sual qalıb. Heç yerə getmirsən, buradasan. Deməli belə, gəlin 82 nömrəli suala baxaq. 82 nömrəli sualın əvvəli sadədir. Yəni, misal üçün 27 3-ün kubudur. 3-ün kubunun qüvvətində 3-də 1 var.
8-də 1, 8-də 1. Uşaqlar nədir? 2 üstü nədir? Mənfi 3. Mənfi 3-dür. 2 üstü mənfi 3-dür. Bunun qüvvətində də mənfi 3-də 2 var. Üstə gəl. Bu bir tərəfdə də yer dəyişmə qanunu. Yəni 2-nin qüvvətində loqaritma 5 əsasdan 5. Bu gedir 1 deməkdir. Bunun da qüvvətində opşilikdə bir dənə də 2-də 1 var. Uşaqlar, burada qüvvət üstü qüvvət olduğuna görə qüvvətlər bir-birinə vurulur. 3-ü 3-də 1-ə vuranda Nurcan 1 eləyir. Birdən bilməzsən, üstə gəl. Burada da mənfi 3-ü, mənfi 3-də 2-yə vuranda mənfi 3-lər ixtisar gedir. 2-nin kvadratı qalır. Üstə gəl 2. Bərabərdir 2-də 1 qüvvətində. Deməli, 4 üstə 2 gələndə 6, 6 üstə 3 gələndə 9. 9-da 3-ün kvadratıdır. Bunun da qüvvətində 2-də 1 var. Bu da 3 deməkdir. 3 üstü 1. Başa düşürük. Aydındır, çatdı. Sileyim bunu. Bəli. Son suallarınız qalıb. Eynilərini vermişsiniz onsuz. Gəlin baxaq. 85 nömrəli sual. Gəlin 85 nömrəli suala baxaq. Uşaqlar, biz demişdik 1 bölü olanda nə edirik? Kəsrə düşəndə nə edirik? Tərsinə çeviririk, əsaslar da dəyişir yerini. Bu olur loqaritma 30 əsasdan 20. Üstə gəl loqaritma 30 əsasdan 45, 50. Səsin sorağın gəlmir. Toplama nə deməkdir? Vurma. Bəli. Vurma. O biri əli yatıbdır. Eynullayev, yatmısan? 20-ni 45-ə vuranda 900 eləyir. Birdən bilməzsiniz. 900 də 30-un kvadratıdır da. Elə birbaşa yazırsan loqaritma 30 əsasdan 30-un kvadratı. Kvadrat qabağa keçir, eyni əsasdan eyni əsas 1-dir. Başa düşürük. Silin bunu. Всё. Getdik. Görək 86 nədir? 86 başqa. Gəlin baxaq, 87 nədir? 87 eynisidir. Daha 87-ni özünüz yazarsınız. 2 dənə sual qaldı uşaqlar. 86 nömrəli sualda tüy bayram var. Yazan var aranızda 86-nı. Mən. İzin ver bizə. Mən burada hamısını çevirmişəm. Çevirəndə əsaslar eyniləşib, həm də vurulub. Vurulanda da hamısını parçalamışam. 162-ni parçalamışam. Bir də 54-ü. Hamısında sonda loqaritma 3 əsasdan 2 alınıb. Onu da x adlandırmışam. Mötərizə şəklində yazmışam, vurub basmışam. Ay, sağ ol. Tərsə çevirirsiniz. Olur loqaritma 3 əsasdan 54. Çıxılsın. Loqaritma 3 əsasdan 486. Vurulsun. Loqaritma 3 əsasdan 18. Uşaqlar, 162, 81 vur 2'dir da. Vurma toplamadım. Birbaşa yazılmadı. Logaritma 3 əsasdan 81. Üstə gəl logaritma 3 əsasdan 2. Vurulsun. 54, 27 vur 2'dir da. Bunu da yazaq. Logaritma 3 əsasdan 27. Üstə gəl logaritma 3 əsasdan 2. Çıxılsın. Baxın bu 486'nı da 243 vur 2 kimi yaza bilərik. Yəni logaritma 3 əsasdan 243 üstə gəl logaritma 3 əsasdan 2. Niyə bunu belə yazdım? Elə 2'yə böləndə görünür 243'dür. Bu da 3'ün qüvvətidir deyilir. Bizə sərf eləyir. Deməli, vurulsun. Logaritma 3 əsasdan 18'i də yazırıq. Logaritma 3 əsasdan 9 üstə gəl logaritma 3 əsasdan 2. Yaxşı, Zeynəb, başa düşürük bu hissəni. Hamısını parçaladım. Mənim anladığım bir şey var ya. De, buyur. Orada bölmə, vurmadı deyə bir şey var idi, yoxsa necə oldu en başda? Çevirdi ora. Qızım, 1 bölünsün logaritma A əsasdan B-ni, logaritma B əsasdan A yaza bilirik də, elə deyilmi? Yəni bu kəsiri tərsini sürətə vura bilirsən də, elə deyilmi? Yaxşı? Yəni məxrəcdən azad etmək üçün tərsə çevirirsən. Bəli, vurma olur. Bildin yoxsa yox qızım? Evet. Tamamdır. İndi gəlin davam eləyək. Sonuncu suallar dəli.
Deməli belə, 81 3 üstü neçədir uşaqlar? 4. 4 3 üstü 4 şəklində. Eyni əsasdan eyni əsas 1-dir. Yəni bu olur 4 üstə gəl loqaritma 3 əsasdan 2. 27 nədir? 3. 3 üstü 3 3. üstü 3. Ay, sağ olun. Eyni əsasdan eyni əsas 1 olur deyə bu da getdi. Çıxılsın. 243 3-ü neçə dəfə vurandadır? 5. 5. 5 üstə gəl loqaritma 3 əsasdan 2. 9-da 2-dir də bilmirsiniz deyə bunu mən özüm deyirəm. Çətin olar sizə. Siyah. Uşaqlar, burada bir dənə T gözündə baxın. Elə bil 4 üstə gəl T, vurulsun 3 üstə gəl T, çıxılsın 5 üstə gəl T, vurulsun 2 üstə gəl T. Bunu gəlin vurub açaq hesablayaq. İslah gedən gedənə qalan qalana. Birinci mötərizəni vurub açsam 12 üstə gəl 4T üstə gəl 3T üstə gəl T kvadrat çıxılsın. Çıxanda nə tapsam bunun işarəsi dönür ha. 10 çıxılsın 5T çıxılsın 2T çıxılsın T kvadrat. Çünki qabaqda mənfi vardı, işarə döndü. T kvadratlar islah gedir. Daha sonra 12-dən 10 çıxanda 2 qalır. Bu cəm 7 eləyir. 7-dən 5 çıxanda 2 qalır. 2-dən də 2 çıxanda 0. Yəni bunlar da islah gedir. Bitdi. Cavab 2-dir. Yaxşı. Aydındır? Tamam. Silin bunu. Mən, Bəli. mən tapdığım cevabı da sonra mən logaritmanın eksi ona beraber yerim. Əgər misalda T qalsaydı, hə, yerinə qoyardın loqaritma 3 əsasdan 2-ni. Amma misalda sadəcə 2 qaldı da, elə bu cavabdır. Şu. 2T olsaydı, hə, o loqaritmanı əvəzləmişsən, axı yerinə yazmalıydın. Deməli uşaqlar, sonuncu sualınız. Hadi bakalım. Burada bir dənə sizə fake atacağım. Yəni qısa yoldan izahını verəcəm. Amma ki, belə riyazi izahını da verəcəm. Yəni birdən deyirsiniz ki, müəllim bizi ancaq burada elmi olmayan yoldan apardı. Biz isə elm uşaqlarıyıq. Bizə riyazi üsulu lazımdır. Birdən deyirsiniz də, mən işimi ehtiyat alıram. Uşaqlar, bunlar islah gedəcək. Deməli, bunlar islah gedəcək. Hesab prosesi bunun üstündə qalacaq. Yalnız bu hissəni hesablamalısınız. Yəni bu hissəni hesablaya bilsəz cavabdır. Amma gəlin riyazi üsulunu mən izah eləyim. Niyə belə olur? Deməli, bayaq dedik ki, bölmə olanda tərsini vurursan 4-ün qüvvətində. Olur loqaritma. Olacaq nə? Görə ödüyür bayaqki qayda ilə. 4-dən 7-yə vurulsun. Loqaritma 7-dən 4-ə. Yox, ödəməyəcək bu bayaqki ilə. Deməli, 7-nin qüvvətində loqaritma 4-dən 7-yə. Üstə gəl, 3-ün qüvvətində loqaritma 9-dan 16-ya. Bir söz deyə bilərəm. De, buyur. Burada loqaritma 4 əsasdan 7-yə olay ixtisas aparmaq olmaz ki, vurma var orada. Bunları deyirsinizsə, bəli, aparmaq olar. Bəli, elə bir qalır orada. Elə. Bəli, düzdür, bu isə doğrudur. Sadəcə, burada bir dənə bir şey var, bu hissə. Problem buradadır. Bunu neyniyək? Gəlin bunu, deməli, 4 üstü, nə yazaq? Vurma toplamadır desək, bir dənə bu hissə islah getməlidir bunlar. Görək necə islah gedəcək. Deməli, bunu ayırsaydıq, bu olacaqdı 4-ün qüvvətində loqaritma 4 əsasdan 7. Amma vurmadı da, bunlar gedir. Bircə dəqiqə. Bunu belə yazaq. 4 çıxılsın. 7-nin qüvvətində loqaritma 4 əsasdan 7. Üstə gəl. 3-ün qüvvətində loqaritma 9 əsasdan 16. Bunun qüvvətində 2-də 1. İndi bu isə islah getməlidir də. Görək hardadır məsələn. Bu isə islah gedəcək. Amma niyə? Bunu necə yaza bilərik başqa? Gəlin bu hissəni sadələşdirək. 9 3-ün kvadratıdır.
9 3-ün kvadratıdır. Yazaq 9-un yerinə 3-ün kvadratı. 16-da 2 üstü 4'dür. Bunun da yerinə yazaq 2 üstü 4. Deməli, bizim misalımız 4 çıxılsın 7-nin qüvvətində loqaritma 4 əsasdan 7. 4 əsasdan 7. Üstəgəl 3 qüvvətində 4 vurulsun 2-də 1 vurulsun loqaritma 3 əsasdan 2 olacaq. Bu hissəni tutursunuz uşaqlar. Yuxarı əsasın qüvvəti önə sərbəst, aşağı əsasın qüvvəti önə tərsi kimi vurulur. Buradan biz alırıq ki, qüvvətində də bir dənə 2-də 1 var. Buradan da biz alırıq nə? 4 çıxılsın 7-nin qüvvətində loqaritma 4 əsasdan 7 üstəgəl ən aşağıdakı ilə ən yuxarıdakı yerini dəyişsə, yer dəyişmə qanunu yuxarı olur, 4 vurulsun 2-də 1. Bunun da qüvvətində 2-də 1. 4-ü də 2-də 1-ə vuranda 2-nin kvadratı, yəni 4 alınacaq. Uşaqlar, əslində cavab bu hissədir. Yəni 2 üstü 4-ün üstündə də 2-də 1 varsa, bu eləyəcək 2-nin kvadratı, yəni 4. Gəlin baxaq görək cavabımızda da 4 var. Bəli, var. Cavab 4-də əslində. Sadəcə bir dənə bu hissə islah gedir. Bu hissəni necə islah apara bilərik, necə yoxa çıxacaq? Bir dənə bu hissəyə baxaq. Yer dəyişmə qanunu ilə bir şey vermir. Loqaritma 4-ün qüvvətində 7 əsasdan 7 kimi baxsaq, alınır. Deməli, bu 4-ə baxarıq. Loqaritma 7 əsasdan 7 kimi çıxılsın 7-nin qüvvətində loqaritma 4 əsasdan 7. Belə baxsaq, yer dəyişmə qanununa görə bunlar yerini dəyişsə, bu olacaq 7-nin qüvvətində loqaritma 7 əsasdan 4 çıxılsın 7-nin qüvvətində loqaritma 4 əsasdan 7. Bunlar bir-birinin tərsidir. Çıxmada 7-nin qüvvəti, nəsə burada qarışdırdıq bircə dəqiqə. Bunun əvvəlində, uşaqlar bir dənə yazın 89-u, bir dənə 89-u özünüz yazın. Dediyim kimi bu hissə islah gedəcək, bununla işiniz yoxdur. Bu hissəni hesablayırsınız, cavabdır. Bir dənə kitabınız varsa baxın. Görün, mən biz burada əvvəli nə etdik ki, islah getmədi. Biz bayaq bu yerdə səhv eləmişik. Deyəcəm indi. Bəli. De qızım. Ben bu hissəsini sadələşdirəndə loqaritm 4 üstü loqaritma 4 əsasdan 7 olsun loqaritma 4. Ay sağ ol. Biz orada sadəcə səhv eləmişik. Deməli belə. Bunu silirəm. Uşaqlar, bildiniz də bu kimi suallarda sadəcə bu hissəni hesablayırsınız. Ancaq bu hissəni hesablayırsınız. Bu tip sualdır. Ancaq bu hissəni hesablayırsınız. Cavabdır. Bu hissə islah gedir. Biz bayaqları yer dəyişəndə dərəcələrin yerini dəyişməmişikdi. O getmirdi. O eləcə də qalırdı misalda. İndi bir dənə onu düzəldəsiyik. Amma belə, yəni hesab prosesi bundan ibarətdir. Deməli belə. Bu hissəni düzəldək. Tərsini vurmaq lazımdır. Axı bu 4-ün qüvvətində loqaritma 4 əsasdan 7 vurulsun loqaritma 4 əsasdan 7 olur. Düzdür, bu qüvvət yerini dəyişir. 7-nin qüvvətində loqaritma 4 əsasdan 4 olur. Vurulsun loqaritma 4 əsasdan 7. Bu bizə 1 verir. Yəni biz alırıq 7-nin qüvvətində loqaritma 4 əsasdan 7. Baxın, bunun cavabı 7-nin qüvvətində loqaritma 4 əsasdan 7-dir. Bundan bunu çıxanda islah gedir. Eyni şeydən eyni şey çıxanda islah gedir. Başa düşdünüz? Bu alınmalıydı. Sadəcə biz bayaqları tərsini vuranda dərəcələrin yerin dəyişməmişdi. Amma dəyişməli idi. Bilirsiniz, tərsini vuranda dərəcələrin yeri dəyişir. Onu dəyişmədiyimizə görə ixtisar getdi oradan və biz təkcə 4 almışdıq, sərbəst 4. O da heç nə vermirdi, bizə islah getmirdi. Deməli, Oran cavabı 0 edir. necə qızım? Oran cavabı 0 edir təkcə. Bəli. Ancaq buranın cavabı 0 eləyir. Bu hissəni hesablayırsan. Buranın cavabı 0 eləyir. Niyə 0 elədiyini də dedim. Başa düşdün, Elvanə? Bəli.
Всё. Bax bu bir də deyirəm. Baxın bu misalda da belə. Birinci bu hissəni hesablayırsan. 5-in qüvvətində olur loqaritma 5 əsasdan 11. Vurulsun loqaritma 5 əsasdan yenə də 11. Baxın səhvə yenə 11 yazdım. 5 əsasdan 11. Burada yer dəyişmə qanunundan istifadə eləsən 11-in qüvvətində loqaritma 5 əsasdan 5 vurulsun loqaritma 5 əsasdan 11 qalır. 5 əsasdan 5 1-dir. 11-in qüvvətində loqaritma 5 əsasdan 11 qalır. Bölmə olanda onların yerini dəyişmirdi. Dəyişirik. Dəyişdik ki, belə olur. Aşağıdakının yerini dəyişirik. 5-dən 11 olur. Bax 5-dən 11. Bəli. Vurursan. Всё. Bundan da bunu çıxanda islah gedir. Eyni şeydən eyni şeyə çıxırsan. Sən sadəcə bu hissəni hesablamalısan. Uşaqlar cavab nədir? 89-da deyin görüm. Nədir 89-da cavab? 9? 9. 9. Bəli. 9 başqa? Bəli. 9 başqa? Başqa? Nurcan kamera niyə bağlıdır? Əli, Sevil, uşaqlar. Bəli 9-0. 9. Tapmayan varsa desin izah eləyim. Yoxdursa keçirəm ha 90-a. Mən tapmamışam. Düzdür müəllim? Bəli 9. Nurcan, qızım, islah gedən hissəni başa düşmüsən? Bəli. Yəni bunlar getdi. Sənin misalın 6-nın qüvvətində loqaritma 36 əsasından 81-in qüvvətində 2-də 1-dir. Qızım, bir də bunu hesablamalısan. Neynəməlisən Nurcan? İzah hissəsini sən ver görüm. Neynəməlisən ki? Altın kvadratı yazacağım. Bəli, Yazmırsınız. yazıram. Yenə bunu keçirdim. Bəs 81-i nə yazacağıq? 9. Ya da 3 üstü 4 kimi. 4. 3 üstü 4 kimi də yazmalılar. Ya da 9'un kvadratı. 3 üstü 4 kimi. 4 qabağa vurulur. 2 isə tərsi kimi vurulur. Yəni 6-nın qüvvətində 2, loqaritma 6 əsasdan 3 qalır. Razısan Nurcan, yoxsa yox? Razıyam. Qızım, indi nə edəcəksən? Şurada cavab 9 deyil, 3'dür. Yuxarıdakı 2'də 1'i deyəsən tutmamışsınız. Bunda qüvvətində 2'də 1 var mı? Məndə 3 çıxdı. Bəli, 3'dür. Nurcan, əgər ədədin qüvvətində loqaritma varsa, yer dəyişmə qanunu. 3'ün qüvvətində 2 loqaritma 6 əsasdan 6. Bunda qüvvətində 2'də 1 var. Bunlar gedir. 3'ün kvadratı 9. 9'un qüvvətində 2'də 1 də kök hətta 9 deməkdir. Bundan da 3 çıxır. Bəli. Başa düşdün? Bir şey tutabilməyəm orada. Ne? Dediyse biri yukarıdan gelir, biri aşağıdan. 3 üstü 4 ile 6 üstü 2 var. İlk ok işarəsi qoyduğunuz. Aha. Orada necə hesablardı? Sağ ol. Quzusu. Bax biz qayda izah eləyəndə demişdik ki, loqaritmanın aşağı əsasının qüvvəti və yuxarı əsasının qüvvəti önə necə vurulur? Bu hasil kimi vurulur, bu tərsi kimi vurulur. Yəni n böl n kimi düşür qabağa. Loqaritma a əsasdan b. Yaxşı, elə bil bunu buna bölüb qabağa atırsan. Bildin? Ama orada hesaplamayın güzel oldu. 4 Ben nasıl güzel bunları öğrenmedim. ağılı 4'ü 2'ye böləndə neçə eləyir ki burada? Altın 4'e vurup 4'e vurup 2'ye bölmüyor. Yoksa Yox, 6'ya toxunmur altını orada. vurursan. Qızım, bax bu yuxarı əsasın Ya qüvvəti. orada karşısına kesildim. Bəli, birinci qabağa keçirdirsən qüvvətləri. Hə, ondan Aa, bir yanına sonra getirmişler. Ne bunun yapayım? yerini dəyişirsən. Yaxşı? Tutduq söhbəti. İnternetin getdi deyəsən. Elvanə tutdun söhbəti qızım. Ne yapayım ona getirdim. Tamam. Gəlin sonuncu 90 nömrəli sualınıza baxaq. Evet. Gedin. Uşaqlar, birinci 3'də 1'i qüvvət şəklində göstərək. 3'də 1 nəyin qüvvətidir? 3 üstü mənfi 1. Bəli. Üstü mənfi 1. O mənfi 1'i atırıq qabağa, olur loqaritma 3 əsasdan 5. Deməli deyin görün bu 3'ün hansı dərəcələr arasındadır? 5. 3'ün hansı dərəcələr arasındadır? 1 ilə 2 arasında. Bəli, 3 üstü 1 3 eləyir.
3-ün kvadratı. Qarşıda da mənfi var deyə mənfi qoy. Ay, sağ ol. 5 3-ün birinci və ikinci qüvvətləri arasındadır da. Yəni 1 ilə 2 arasındadır. Sadəcə mənfi var deyə qabaqda mənfi 1 ilə mənfi 1 ilə mənfi 2 arasındadır. Başa düşürük? Gülay, sənin sualın idi. Aydındır qızım? Bəli, uçuş. Tamam.